Salam, xoş gördük sizi, əziz izləyicilər. Öztürk TV-nin mərkəzi ofisindən sizi salamlayıram və bildirmək istəyirəm ki, Öztürk TV-nin yaranmasının səbəbi, ümumiyyətlə təşkilatımızın yaranma səbəbi iki qardaş ölkə arasında əlaqələrin inkişafına töhfə vermək, eyni zamanda həm Azərbaycan, həm Türk tarixinin qorunması, milli irsimizin qorunmasına xidmət etmək, maarifləndirmə işi aparmaq, gənclər arasında vətənpərvərliyin artırılmasına öz dəstəyimizi verməkdən ibarətdir. Və bu yöndə də biz layihələrimizi icraya başlayırıq və idarə heyətinin qərarıyla bu günlərdə yeni bir qərar aldıq. Həm də təşkilatımızın tərkibində Öztürk adlı qəzetimizdə fəaliyyətə başlayacaq. İlkin mərhələdə qəzet ayda 2 dəfə dərc olunacaq. Bu qəzeti çıxarmaqda da məqsədimiz, qəzet özdə bir tarixdir, bilirsiniz. Məqsədimiz odur ki, Azərbaycanın ziyalılarını, aydınlarını, milli irsini, Türkiyədə Türkiyənin milli irsini, ziyalılarını Azərbaycanda tanıtmaq məqsədi ilə yaradılıb. Biz doğru, tərəfsiz, operativ məlumat vermək, Türkiyə və Azərbaycan başda olmaqla Türk dünyasının birliyini və qardaşlığını gücləndirmək naminə gənclərə və cəmiyyətə faydalı kontent, maarifləndirici kontent təqdim etməkdir. Bu yöndə də biz artıq bir neçə layihəni həyata keçirməyə başlamışıq. Bizim məqsədimiz Azərbaycançılıq və türkçülük ideologiyasına sadiqliyimizi göstərərək onların inkişafına dəstək verməkdir. Hər şey vətən üçün.